Siyəzənli mühəndis Cavid Yahyayev öz əl işləri ilə təəccübləndirməkdə davam edir. Bu dəfə o 2 metr hündürlüyündə bax belə bir cəngavər hazırlayıb. Cəngavərin hazırlanmasında ancaq tullantı, lazımsız metallardan istifadə olunub. 2 metr hündürlüyü var, 200 kiloqrama yaxın çəkisi var. Eyni zamanda daşınması rahat olsun deyə 5 hissədən ibarətdir. Bədən hissəsi, ayaqları və dəbilqəsi ayrılır. Bax, burada detalları saymışsınız. Bax, bu kreslo qalxanı, kreslo altlığıdır. Qolumda məsələn, burada görürsünüz, amortizatoru var, qaz açarı var və müxtəlif kəlbətinlər var. Bayaq gördüm mən. Bax, burada avtomobil şamları, yivlər, əzələsini vermək üçün görürsünüz burada necə detallardan istifadə edib. Yəni, çox maraqlı bir əsərdir və 4 ay ərzində bu cəngavər başa gəlib. Bu isə ondan əvvəlki əl işidir, maraldır. Bu maralı da 3 aya hazırlamışdı. Görürsünüz ki, burada da metal tullantılardan necə gözəl istifadə olunub. İndi bu cəngavərin hazırlanması barədə özündən məlumat alacağıq. İnsan adətən istədiyi arzuya çata bilir. Yetər ki, biraz bunun üçün səy göstərsin. Çoxdankı arzum idi ki, belə bir cəngavər düzəldim. Aprel ayından başladım və elə alındı ki, düz ad günümdə, doğum günümdə bunu tamamladım. 4 ay vaxtım sərf olundu. Əziyyətli də olsa, elə bilər ki, nəticə qənaətbəxşdir.